Əziz dostlar, biz hal-hazırda gözəl bir məkanda oturmuşuq. Həkər qəzetində qəhrəmanlar unudulmur, ermənilərin qorxduğu kabus belə bir məqalə dərc olunur və bu məqalənin müəllifi Rauf İlyasoğlu, mən və Faiq Abdullayevdir, tədqiqatçı, hüquqşünas yazısı. Bu qəzetdə Birinci Vətən müharibəsinin, yəni əfsanəvi bir qəhrəmanı Şahbaz Borçqurt haqqında, Şahbaz Quliyev haqqında belə bir məqalə yazılıb. Birinci Vətən müharibəsində Şahbaz Quliyevin həqiqətən xidmətləri böyük olub. O, torpaqlarımızın işğaldan azad olunmasında canını fəda eləyib, nə qədər yaralanıb, nə qədər çətinliklər, əziyyətlər çəkib. Bugün biz çox sevinirik ki, Şahbazla üzbəyüz oturmuşuq. Mən inanıram ki, Şahbaz bu xatirələri danışarkən yəqin ki, kövrələcək. Yəni, Şahbaz o haqda oxuculara da bir məlumat verir. Yəni, qəhrəmanlar həmişə özləri haqqında danışmağı çox vaxtı daha çox cəmaata çatdırmaq istəmirlər. Amma siz həqiqətən qəhrəmansınız. Sizin adınız gələndə sizin ermənilər zazav əsirdir. Yəni, siz gedib burada nə qədər xidmətlər göstərmişsiniz. Hətta sizə milli qəhrəman adı veriblər. Yəni, o dərəcəyə siz çatmışsınız. Siz həqiqətən xalqın gözündə bir qəhrəmansınız. İndi özünüz haqqında biraz söhbət edin. Oxucularımız üçün də çox maraqlı olar. Özümüz haqqında nə maraqlı, nə deyək, yəni xoşlamıram özüm haqqında danışmağı. Yox, o hadisələri bir... Bizim üçün maraqlı olur da. Hadisələr çox olur, hansını danışıq? Sizə nə maraqlıdır, yəni hansı olur? Yəni, o Birinci Vətən müharibəsində mən inanıram ki, siz o dövrdə gedib o erməniləri oradan əsir götürüb gəlirdiniz. Kəşfiyyat xidməti, kəşfiyyat sahəsində sizin bir ciyərli bir döyüşlü kəşfiyyat oğlu kimi. Qəhrəman balası kimi də. Qubaqda da demək olar ki, hamı qəhrəman idi. Qubaqda döyüşməyən yox idi. Hamı döyüşürdü, hamı əziyyət çəkirdi. Nə bilim, bəlkə biz biraz fərqlənmişik, onu deyə bilmərəm, amma Qubaqda hamısı qəhrəman idi. Orada bizlə döyüşənlər çox olub. Mənlə bir yerdə Çin-Çinə döyüşənlər çox olubdur. Onların adını saymaqla nə bilim. Əsas onların o adların bir ikisini sayın, o yadında qalan o döyüş oğlanlar. Kəşfiyyatçıların ən çox da. Çoxun adını çəkə bilərəm. İntiqam, rəhmətli, Allah rəhmət eləsin, Ağqıl, Maiz. Çoxlarını adını çəkə bilərəm. İndi hansı adını çəkə bilərəm? O İntiqamın familiyası nə idi? Qayıbov. Hə, eşitmiş ya. O da çox qəhrəman döyüşçü olub, igid kəşfiyyatçı olub. Çox, Qubaqdının, yəni Qubaqda hamı döyüşüb, hamı əziyyət çəkibdir. Düzdür. Yəni, biraz qiymət verilmədi. Vaxtında qiymət verilmədi. Nəysə, böyük gündə də narahatçılığımız yoxdur. Kimdən narahatçılıq edir, kimdən... Siz o döyüşdə yaralanmışsınız, özünüzdə birinci qrup əlli kimi hal-hazırda. Yəni, təqaüd alırsınız mı? Müharibə əlli kimi yox. Yəni, təqaüd alırdım. Qubaqda alınandan, elə ki, Qubaqdan alınmağa biz çoxlarına xoş gəlmədi. Nədənsə bizim aldığımız o təqaüdü kəsdilər. Kəsdilər, amma sizə qarşı haqsızlıq olur da. Haqsızlıq indi olub, yenə də narazı deyilik. Torpaqlar alınıbsa, o bizə bəs eləyir. Yəni, son zamanlar mən bir xoşa gəlməyən bir xəstəyi də tapdım. Onunla bağlı mən təqaüd aldım. Allah şəfa olsun. Yəni, döyüşdüyümə görə mənə təqaüd verilmir. 2001-ci ildə mənim təqaüdümü kəsiblər. Nə dərəcədə düzgündür, onu siz qiymət verin. Allah qapılarını açsın. Amma kiməsə müraciət eləməmişsiniz də sizin o təqaüdünüzü kəsiblər. Eləmişəm, olmuşum. Komisiyyadan keçmişəm, deyirlər ki, düşmür, yəni nə bilim. Qanun yol vermir, yoxsa nə bilim, kimisə xoşuna gəlməyib bizim döyüşməyimiz. Nəysə ki, bugünkü gündə bizim o təqaüdümüzü kəsiblər. Amma sizə qarşı haqsızlıq olubdur, yəqin ki, nə vaxtsa bunun qarşısı alınacaq. Yəqin ki, nə bilim. Çünki o dövrdə biz Şahbazın adını eşidəndə, məsələn, siz gedirdiniz, ermənilər orada girov götürüb gəlirdiniz. Yəni, bax, belə bu
bu hadisələri biz görürük. O erməni zabitləri niyə? Erməni mayorun, milis, hərbiçilərin gətirdilər. Onlar Yəni siz orada bizim əsirlərini dəyişmək üçün. Bizim əsirlərini dəyişmək üçün bəli. Sizə də olduğu kimi deyə bilmədən, yəni mən özüm haqqında danışmam necə xoş Yox, biz indi bu insanlar eşitməlidir də, bunu hamı bilir onsuz. Şahbaz bəy, bunu hamı bilir. Prosto sizin dilinizdən də indi o hadisələrin o odun alovunun içində siz girmişsiniz də. Onu bir balaca bu gənclik üçün, bu hamının bildiyi məsələdir. Yəni elin gözü tərəzidir. Prosto bu gənclik üçün maraqlıdır, bilsinlər. Bu yəni gənc nəslə də örnək olsun da. Bu birbaşa ölümə getmək deməkdir. Kəşfiyyat ən çətin, ağır bir məsələdir. Yəni Ermənistan ərazisinə keçəsən, orada bir hansısa bir bayaviki tutasan, əlin qolun bağlayıb götürüb gətirəsən, onu hər adam eləyə bilməz. Milis zabiti, siz eləmişsiniz. Amma bizə bəs eləyən nədir? Yəni bizi qaynayan odur ki, bizi tanıyanlar bu şeyləri bilirlər. Yəni tanıyanlar bilməyi bir də qədər vacibdir. Yox, bir mənada sözü düzgünlə kəsirəm, bir mənada o gənclik axı bilməlidir. Bunu, yəni bu çatdırılmalıdır da, bu mətbuatın da bir borcudur ki, bu qəhrəmanların xidmətlərin geniş xalq təbəqəsinə çatdıra ki, qoy görsünlər ki, bizim xalqımızın necə qəhrəmanlıq tarixi var, müasir qəhrəmanlıq tarixi. O bəzi yazıçılar oturub indi bir danışır ki, 1-ci Qarabağ müharibəsi güya ki olmuyor, orada qəhrəmanlar olmuyor. Ağzın qoyub bir lor dildə deyirəm, Allah yoluna danışır. Sonra da deyirlər, bu Rus dilini yaxşı bilmədiyinə görə belə. Yəni, bütün dövrdə bizim qəhrəmanlıq tariximiz olub, birincidə də, ikincidə də. Sadəcə birinci dövrdə bizim silah çatışmamağımız, vahid komandanlıq, çoxlu qüsurlar olub, amma yenə də bu insanlar millətimizin namusun, qeyrətini çəkiblər. Siz təsəvvür edin, bu kimisə dəyişdirmək üçün, kimisə ailəsinə qovuşturmaq üçün öz həyatına risk edib, gedib polis mayorunu tutub gətirib. Girib içəriyə, görüşdən, kafandan, bu elə belə missiya deyil. Hər dəqiqə bunu öldürə bilərdilər, şikəst eləyə bilərdilər, bunu ən ağır işgəncələr. Yəni, gör necə bizim cəhərli qəhrəman xalqımızın qəhrəmanları var, onların da mən deyərdim ki, o bir neçə dənə birincilərdən biri də bizim bölgəyə düşən, Qubadlıya düşən bir nömrə elə Qafqaz, Şahbaz Quliyev. Yəni bunu bir adam bunu yəni deyə bilməz. Biz bunu kiçirilib deyirik, özdə bu qazetdə bunun fəaliyyətini bir zərrə qədər də yoxdur. Sadəcə bu başlanğıcdır. Bu insan bizim canlı əfsanəmizdir, qəhrəmanımızdır. Yəni onun o biri qəhrəmanlarımız olur, amma bunun elədikləri hər adam yəni bu hər adama Allah belə bir ciyər vermir. Hər adama Allah belə bir ürək, bu qədər belə sevgi vətəninə, xalqına vermir ki, bu hər an ölümün gözün qırpmadan baxıb. Bu da bunun fəaliyyətinin nəticəsi, bu elin gözü tərəzidir. Nə qədər bu insanları gedib oradan götürüb ofisərləri gətirib, dəyişdirib ki, hansı ki ermənilər üçün lazımlı adamlardır, yalvarıblar ki, hə, dəyişirik, neçəsini verirsiniz, birinin yerinə dəyişir. Bax, bütün onların hamısının demək olar ki, bir nömrəli qəhrəmanı bizim əziz qardaşımız, qəhrəman qardaşımız Şahbaz Quliyevdir. Yəni, o bilsin, bunu bütün bizim nəsillər. Bunu mümkün gəncədə çatdırmaqda sizin boyunuzun... Bəli, borcumuzdur, əlbəttə, bu mətbuatın yazını... Yəni, biz çatdıra bilmədik. Yox, biz bunu bildirmək... Siz mümkün gəncədə çatdırmalısınız. Bəli, mütləq. Onlar bizim belə indiki dövrümüzün də, keçmişimizin də, indiki dövrümüzün də çox böyük bir qəhrəmanlıq tarixi var. O, real yazı, yalandan şişirtmək, kimisən şişirtmək yox. Hər şey olduğu kimi də rəngində. Biri bunu eləyib, biri bunu eləyib. Hamısı hər şeyə öz layiqincə, öz dəyərini vermək lazımdır. Ona görə də bu günlərim, indi bu insan elə bir insandır, təvazökar insandır. Biz nə qədər edirik, deyirdik, yox, bizdən şəhidlərimizdən danışın, bizdən məndən danışmayın. Amma biz bilirik, axı, bu nələr eləyir. Bu nə cür bir döyüş yolu keçib, qəhrəman, bu kəşfiyyat yolu keçib. Biri var, sən yerdən sən gəzər vuruşursan, səni öldürsələr də heç olmasa aparıb dəfn edirlər. Bu düşmənin içində öldürəndə adamı yandırırlar, heç meyidi tapılmır. Bunu bilə-bilə bu insan şuurlu şəkildə vətəni, milləti üçün risk edir. Ona görə də Rahman, bu məsələləri biraz Şahbaz bəyə bir suallar ver. Mən də icazə versəm bir dənə Şahbaz qardaşa bir dənə sual verirəm. Bizim bu qəzetdə çox bir maraqlı bir yazı gedibdir. Deməli, bu məqalədə
erməni bayeviki, martiki güllələnərkən İntiqam Qayıbov ora demişdir. Yəni ki, İntiqam Qayıbovu siz yaxşı tanırsınız. O da döyüşçü kəşfiyyatçı var. İsmət Qayıbov kimi bir kişinin qanının yerdə qalacağını düşünürdünüzmü? Həmən vaxtı bu O söz intiqam formuləsi bir Və bunlar hələ Qayıbov, İntiqam Yusufov. Qisas əməliyyatında milli qəhrəman Aqil Quliyev, İntiqam Qayıbov, Vaiz Məhərrəmov, Aqil Məmmədov. Aqil Məmmədov. Aqil Məmmədov, Milli İntiqam qəhrəmandır. Qayıbov, Milli qəhrəmandır. Vaiz Məhərrəmov, Fuad Şahmurov və başqaları da iştirak edib. Yəni o hadisələri siz necə bir düşünürsünüz? Yəni o dövrdə, yəni bu indi hal-hazırda İntiqam Qayıbov mən eşitdiyimə görə 32 ildir ki, ömrü həbsdədir. Mənə elə gəlir ki, məsələn, Dağlıq Qarabağda Xocalı faciəsini törədənə 15-16 il iş verirlər. Amma İntiqam Qayıbov ermənini öldürdüyünə görə yerə və orada müəyyən ola bilər, onun səhvi də olubdur. Kiməsə güllə atıbdır, amma 32 il həbsdə yatmaq, mənə elə gəlir ki, o öz cəzasını çəkibdir. Ona da bir bəraət verilməlidir. Mən inanıram ki, mənim sözümü prezident eşidəcək və belə insanların 32 il onun övladları, onun ailəsi, onun atası, anası dünyasını dəyişir, onun qardaş bacıları onun yolunu gözləyir. Mənə elə gəlir ki, 32 il o həbsdə yatmaq məncə elə bir ki, o bəs eləyər. Onu bağışlamalılar. Yəqin ki, Yəni, onlar cəzaların artıqlaması ilə çəkilir. Yəni, onlar həqiqətən də döyüşüblər. Erməniyə qan uddurublar. Bəli. Bütün Qubatı cəmaatı verir, onların döyüşməyir. Məsələn, İntiqam Qayıbovun haqqında mən çox eşitmişəm də, onun o qəhrəmanlığı haqqında sən öz tanıdığın ən yaxın dostlarından, silahdaşlarından biri olub. Bax, o haqda biraz danışardınız. Amma mənim gibi danışmağım bir o qədər də düzgün olmaz. Yox, düzgün. Dostudur, tanışıdır. Yox, bütün Qubatı cəmaatı bilir ki, yəni İntiqamın, Maisin, Yaşarın, Aqilin, nə qədər orada Qabilin əziyyətləri çox böyük olubdur. Bəli. Bunu nə bilim, heç qiymət verilmədi də, qiymət verilmədi. Bunların o günahları olubsa da, bunların cəzası bu olmamalıydı. Yəni, 32 il böyükdür, yəni, insan öldürüb də. 32 il bunlar həbslərdə, bunlar cəzalarını çəkiblər. Bunlar bir gün yəqin ki, nə bilim, kimlərsə fikirləşməlidir bunların sonra çıxmaqları, buraxılmağı haqqında nəsə bir qərar qəbul edilməlidir. Amma mən inanıram ki, bizim silahlı qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev 32 il həbs cəzası hökm. 32 ildir ki, o həbsdə yatan bizim o İntiqam Qayıbovun əf olması üçün, yəni ki, o da bir köbəkliyini əsirgəməz. Yəni, belə bir qeyrətli oğlan, vətən yolunda canını qurban verən belə bir oğlanın mənə elə gəlir ki, onun azadlığa buraxılmaq üçün prezidentə müraciət eləmək lazımdır. Onun ailələri, onun dostları tərəfindən biz də müraciət edirik, üzümü tuturam prezidentə. Mən inanıram ki, İntiqam Qayıbovun 32 il həbs cəzasından yatır. O cəzasını çəkib, indən belə onu buraxılsa daha yaxşı olar. Bir əf eləyər prezident. İntiqamdır, Yaşardır, Nadirdir, hamısı bunlar ki, cəzalarını çəkiblər. Yəqin ki, yuxarıda çatdırılsa... İnşallah. Mən inanıram ki, onlar bu haqda yəqin bir ölçü götürürlər. Ən azı bunların o boyda döyüş xidmətləri var. Bu vətən millət yolunda vuruşublar. Hamısının bədənində güllə qəlpələri var. O Qaranquş dəstəsinin adı gələndə ermənilər zağ-zağ əsirdi. Bunu Şahbaz bəy, bu sualı nəyə görə biz sizin dilinizdən eşitmək istəyirik ki, millətimiz eşitsin? Axı siz intiqamı əsas o öndə gedənlər kəşfiyyatda bir yerdə getmişsiniz. Biz də bilirik ki, orada siz nə cür dəhşətlərlə rastlaşmışsınız, neçə dəfələrlə siz ölümünlə üzbəyiz, real ölümlə, nə cürə siz gedib o milis idarəsinin içindən o mayoru tutub gətirirsiniz, oradan gedib o... Yəni, bu elə belə bir nağıla oxşuyur, nağıla oxşayan reallıqdır. Xahiş edirəm bu barədə, qoy belə də bu bizim gənclər eşitsinlər, görsünlər ki, gənclərə örnək olan bizim necə bir müasir qəhrəmanlıq tariximizin bu belə nümunəsidir. O barədə xahiş edirəm biraz xəbər ver, bizim belə təşkilatlarını bölüş bu bizim gənclərlə, bizim gənc nəsil üçün. Yəni, mən olub ki, sənlər
çox olubdur. Yəni. Dedə bax hansı yadına düşür? Əsasları belə hamısı bir-birindən belə Əsl döyüşənlər heç vaxt Yox, özü haqqında yox, danışmır. Amma biz Şahbazı bunu- hamı tanıyır. Biz bunu tariximiz üçün xahiş elədik ki, gənclərimiz bizim bu real bizim müharibə dövlət tariximizdən Özü bir tarixdir. Görürsünüz, bax qəhrəmanlar unudulmur. Və xalqın sonsuz sevgisini qazanmış bizim liderimiz İlham Əliyev. Mən inanıram ki, o həbsdə yatan, 32 il həbsdə yatan İntiqam Qayıbov kimi eləcə də onun silahdaşlarının əf olunması üçün yəqin ki, bir sərəncam Hamımız imzalayacaq. istədik. İnşallah hamımız olur. Sağ olun. Ancaq mən bir necə deyərlər, tək mənim deyil, bu nə qədər insanlar məndən xahiş edib ki, siz görüşəndə mütləq onların o kəşfiyyat, o necə mayorlar oradan afserlər, hansı elə adamları götürürlər ki, ermənilər yalvarırlar ki, bunun yerinə neçəsini istəyirsən, ver dəyişək. Yəni gedib o elə belə söhbət deyil də, gedib düşmənin içərisində milis idarəsinə sən tutub bunu mayorun tutub qollarının qolu bağlı ki, nağıl oxşuyur. Yəni bu reallıqdır, qıraqdan baxan buna inanmaz. Ona görə də Şahbaz bəy danış da bunlar. Bizə siz danışır, biz qulaq asaq. Bu bizə tariximiz üçün lazımdır. Danış. Siz həmin dövrün canlı əfsanəsisiniz də. Həmin məsələn mən elə insanların dilindən eşitmişəm ki, o necə bir qəhrəman kəşfiyyatçıdır, necə bir belə. Bunları danışın da. Artıq tariximiz üçün danışılmalıdır bunlar. Bizim də münasibimiz olsa danışa bilmirik. Yəni, Deyə bax, nə yadı, nə o... Zamanlar deyə bilmirik. Hayır, sən çox təkid edirsən. Mən Bu bilirəm ki, danışır. yox, döyüşən olanlar heç vaxt özləri haqqında danışmırlar. Yəni onun haqqında biz jurnalistlər yazmalıyıq. Eləcə də sən tədqiqatçı bir yazısı kimi onun o haqqında, bax bizim bir qəzetimizdə də böyük bir yanı gedib, Şahbaz Bozqurt. Yəni o Bozqurt hər adama ad verilmir. Yəni siz həqiqətən Azərbaycanın bir qəhrəman Olar. Allah sizə can sağlığı versin, Allah sizə şəfa versin. Olar o xidmətlərin bir zərrəsidir. Mən bilirəm nə deyirəm, nə sual verirəm. Oradan bir dənə xahiş edirəm, o kəşfiyyatla bağlı heç olmasa bir-iki dənəni həlləlik deyil, sonra geniş müsahibə olar. Ki o necə gedib o rayetlerin içindən, milis idarəsinin içindən o polisi tutub qoruma. Yorusda olur bir dənə. Onu bir danışdır, necə onu gedib milisin içindən onu tutub gətirmək olar. Xəstəliklə bağlı biraz yaddaşım da zəifdir. Yəni danışmalı çox şeylər var. Ki biz o vaxtda o Balatın deyilən yerdə ermənilərin oturduğu yerlər var idi. Bəli. İntiqam, Mayıs, hamımız bir yerdə olmuşuq. Həmişə bir yerdə döyüşmüşük. Bu vaxtdan silah, fətəli, Buyur, adların çəkdə zəhmət olmasa, buyur. İşləyən bir yerdə döyüşən uşaqlardan söhbət edir. Bəli, Allah hamısının... Yəni, çox şeylər danışmaq olar. Yəni, onun sizin bu qəzetə yerləşdirmək mümkün deyil. Bilirəm də, heç olmasa, bugünkü müsahibə üçün bir neçə epizodik, məsələn, gedib onun birisi orada nətər milisin idarəsindən, corusun içindən tutub gətirib, özü daşlaq yuvası. Onu bir balaca açdı. Allahın köməkliyi ilə nə bilim, Allah köməkliyi. Bilirəm, amma necə onun puanı beynində qurdun ki, onu getdin oradan qolun bağladın, gətirdin, sonra dəyişmək üçün. Nə bilim, bunda yəni ki, saatlarla, günlərlə oturup fikirləşirdik, dostlar. Əlbəttə. İntiqam Allah onun qapısına açsın. Amin. İntiqam bir gün orada oturmalı oğlandır. Əlbəttə, onların çox böyük xidmətləri var. Yaşarın özü, sahibin özü. Bəli. Nadidin özü, Nadid zaman uşaqda idmansıdır. Onun nə günahı var ki? Bugünkü gündə olsun bilsəydi o ömrü həbs cəzasında. Uzun müddət onlar döyüşüblər, vətəni, milləti qoruyublar. Hamısı da güllə yara salır. Bu şeyləri, Fahid bəy, siz bunları kaldırıp çatdırmalısınız. Yəni, əgər mümkünsə. Əlbəttə. Ən azından onların azadlığa çıxmağına kömək eləməlisiniz. Əlbəttə, düzdür. Rahat, ömrümüzün axırına rahat yaşaya bilərik ki, bizim də dostlarımız azadlığa çıxdı. Əlbəttə, düzdür. Zərrə qədər olsa köməyimiz dəyir. Bəli. Biz çox şey danışa bilərəm, mən o qədər episodlarımız var ki, mən bilmirəm ki, hansından başlayayım, hansından başlayayım. Gün bizim görüşümüz də qəfil oldu. Ev yoxdur. İnşallah yəqin ki, biz yenə də görüşərik. Allah İnşallah. Yəni, büyük içində mən bundan artıq sizə neysə deyə bilmirəm. Sağ olun, çox sağ olun. Ben size teşekkür ederim. Allah size can sağlığı versin. Faik sağ olun. Bizi yana sağlırsınız. Bizi Şahbaz Bozqurtla laf yaxından tanış elədin. Düzdür, onun haqqında qəzetlərdə çox yazılar gedib. Amma biz bizim əfsanəvi, bizim qəhrəmanımız haqqında üzvəyiz oturmuşuq. Allah o
dostlarımızın da qapısını açsın, Sağ olun. onların qapısını açsın, Amin, onların 32 amin. il həbs cəzasına. Canlarım qoyublar o millətin vətəni Yəni yolunda. onların heç olmasa vətən yolunda olan o xidmətləri Qiymətlərini nəzərə alır. alır. Prezidentimiz onu bağışlasın, onu əfv eləsin. Bizim bir kəlmə 32 ildə həbsi yatıblar da. Yəni də Sağ artıq olun. onlar var olur. bağışlanmağa hamımız fikirləşirik ki, artıq layiqdirlər. Onlar indi İnşallah doğrudan da yarın onların o işlərlər. vətən xalq qarşısında göstərdikləri xidmətləri nəzərə alınacaq. Yəqin ki, ölkə rəhbərliyi İnşallah, inşallah. onları bağışlayar. Allah'ın izniyle. Sağ olun, var olun, Çox sağ olun. İnşallah.